Bir neçə gün əvvəl sosial mediada yayılan görüntülərdə Tamerlan Məmmədovun həyat yoldaşının saçlarını kəsməsini canlı yayımda bütün ölkə izlədi. Yəqin onun da məqsədi bu idi. İctimai şəkildə rüsvay eləmək, qadını cəzalandırmaq, onu yerinə oturtmaq. Qadın sonradan bildirib ki, Tamerlan onu daha əvvəllər də şantaj və zorakılıqla təhdid eləyib. Hadisədən sonra kişi məhkəməyə çıxarılıb və 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Zorakılığın belə rahat tamaşaya çevrilməsinin əsas səbəbi cəzasızlıq mühitidir. Varlığa nədarlıq deyərək sistemin boşluqlarından rüşvətlə sıza biləcəyini bilən, ən pis halda bir neçə aylıq həbs, sonra isə azadlıq çəkəcəyini düşünən cis heteroseksual kişini zorakılıq eləməkdən kim dayandıracaq? Qadınlara qarşı fiziki və mənəvi zorakılıqla bağlı çoxsaylı hallarda istintaqın ləngiməsi, yüngül cəzalar verilməsi və ya işin ümumiyyətlə ört-basdır olunması bir sonrakı hadisəyə də zəmin yaradır. Bu cəzasızlıq mühiti də kişilərdə gördüyünüz kimi qudurxanlıq formalaşdırır. Hələ bu həyasızlara bəraət qazandıran cümlələr də tapmaq olur. İnsanlar bir qadının ağrısını maraqlı məzmun kimi paylaşırlar. Beləcə zorakılıq həm normal, həm də cəsarətli davranış kimi görünür. Qadınların azad, qorxusuz və bərabər yaşaya biləcəyi bir cəmiyyət qurmaq üçün cəzasızlıq mühitinə son qoymaq və zorakılığı fərdi problem kimi yox, ictimai və siyasi bir məsələ kimi görmək lazımdır.